Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Siz əziz yoldaşlara selam deyirəm. Sağlıq arzulayıram. Hər şeydən əvvəl, hər şeydən öncə Ramazan bayramını sizə təbrik deyirəm. Allah'tan istəyirəm bütün əmallarımız, ibadətlərimiz, taətlərimiz onun dərgahında, onun məhzərində qəbul olunsun. Biz bu ildə İslamla Türkün qarşılıqlı xidmətlərinin əsasında birinci kitabı fəlsəfə konusunda hazırladıq. 220 səhifə nəşr-i nəbatiyə tapşırdıq. İrşaddan mücəvviz alınsın. Bizim keçmiş ildə çəkdiyimiz zəhmətlər, çıxışlar, axtarışlar, açıqlamalar, mütaliələr birinci dəftərdə fəlsəfə adında bir kitab qalibində inşallah mücəvviz versələr eşiyə çıxacaqdır. Çox xoşluram bu hissəni Ramazan bayramı ilə, Təbriz məktəbi ilə başlayam. Axı Ramazan bayramı bir qurtuluşdur. O zəhmətlərdən, o ac qalmaqlardan, suz qalmaqdan, bir qəzai vədəni silməkdən, hər halda çətinlik çəkməkdən bir qurtuluşdur. Mövlana da 6-cı dəftərdə, Məsnəvidə Təbrizə bir qurtuluş gözü ilə baxır. O boşluq ki, gəlir Təbrizdə muhtəsibi, müfəttişi axtarır. O məruf beytlər ki var, siz eşidibsiz. Sarbana bar bugşaz uşturan şəhri Təbriz است و کوی گلستان. O beytlərdən qabaq 6-cı dəftərdə Mövlana bir neçə dənə ərəbi beytlər gətirir. Yəni elə bir o boşluq dəvəsi ilə danışır, ərəbi beytlər gətirir. Bir para ərəbi tövsiflər Təbrizin barəsində gətirir ki, o münasibəti ilə, o əsasda qəzəli var və ya neçə qəzəllər var Şəms divanında ki, Mövlana ərəbcədə gətiribdir, Təbrizlə bağlıdır. Mən bunu istəyirəm sizinlə ortalığa qoyam. Baxsaz orada deyir ki, گفت یا هادی انخلی ناقتی جاء اسعادی و تارت فاقتی. Dəvəni xıxlat dedi ey sarıban, arazanlıq çatdı, fəqr oldu yalan. Arazanlıq yəni xoşbəxtlik yetişdi, da fəqr, faqə nə mənə yalan oldu. Dəvəni dizini burada vur yerə. Obruki ya naqati tabel umur İnnə Təbrizən münaxat sudur. Mənim dəvəm, sənə təbriklər olsun. İşlər öz qaydasında, usulunda qabağa gedir. Niyə ki, Təbriz o yerdir ki, sinələr orada yerə dəyər. Münaxat sudur. Böyük sinələr orada yerə dəyər. Çök dizə işlər düzəldi ey dəvə. Qocaman Təbriz yataqdır mərtliyə, fütuvvətə, mərtliyə, bura bir yataqdır. Esrəhi ya naqəti həvlər riyaz, İnnə Təbrizən ləna ni'məl məfaz. Mənim dəvəm bu bağlarda, bu göygövərəntiklərdə azadlıqla gəz, dolan, otla. Niyə ki, Təbriz bizim üçün bir gözəl, bir önəmli, bir yaxşı bir qurtuluş yeridir. Məfaz
ərəbidə neçə mənası var? Bir mənası qurtuluş yeridir. Necə fitir bayramı, Ramazan bayramı bir qurtuluşdur. Mevlana da Təbrizdən bir ni'məl məfaz və qurtuluş gətirir. Elə bir bütün sorğulara, bütün suallara Mevlana deyir ki, orada qurtuluş, yanıtlar, cavablar tapa bilərsən. Arxayın get ey dəvəm, otla yemi, ac qarının yoxdur bu yerdə gəmi. Bu ni'məl məfazla bağlı Mevlana'nın demək olar Şəms divanında 276-cı qəzəldə Təbrizə neyniyir? İşarələr eləyir. Çox gözəl beytlərdir. İnsafla da baxsaq, Mevlana o zaman ki, ərəb ədəbiyyatında istir danışsın, şeir desin, o ərəbin böyük şairlərindən üstün gedir şeirləri də. Ya xəfiyyəl husni beynən nas ya nurəddüca, əntə şəmsul haqqı tuxfa beynə şə'şa'i zuha. Bu Şəmsə deyir. Ey ki, adamların içində gözəlliyin gizlindir. Ey qaranlıqların nuru, sən həqiqətin günəşisən. Sən gündüzün şə'şələrinin arasında gizlənibsən, gizlədiblər. Kadə Rabbul ərşi yuxva, yuxfi husnəhu min nəfsihi, qeyrətən minhu əla zâkel kəmalil munteha. Ya muntehi. Bəli, deyir ki, o intihasız kəmalın qeyrəti əsasında, qeyrət bağlayaraq gözəlliyini Tanrı ondan gizlədir. Ərşin Tanrısı öz gözəlliyini ondan, o intihasız kəmaldan ki, Şəmsidə vardı deyir, ondan gizlədir. Leytəni yevmən əxxərə məyyətən fi fəyyihi, innə fi məvti hunəkə dəvlətən la turtəcə. Kaş bir gün olardı mənim ölümüm bir adca dalıya düşərdi. Düşər, düşməsə də düşməyib. Niyə ki? İnnə fi məvti hunəkə dəvlətən la turtəcə. Orada mənim ölməyimdə bir dövlət var, bir səadət var. Fi qubari nə'lihi kuhlun yücəlli ən'əmən, fi uyuni fəzlihil vafi zulalun lizzəma. Onun ayaqlarının izlərində topraqlar vardı ki, gözlərə sürmə kimindir topraqlar. O topraqlar gəlib gözdə otursa da kör gözü dərman elər. Kör gözü dərman elər. O gözlərdə bir axar su vardı ki, hər suz insanı doyuzdura bilər. Qeyrə ənə səyrə və nəqlanə fi zâkel həva, müşkilun sə'bun məxufun fiyhə li hazəl huda. Ancaq o eşqdə seyr etmək çox çətindir, qorxuludur. Qan su əvəzinə axacaqdır. Nuruhu yəhdi ilə qəsrin rəfi'in aminin, la ubali min zəlalin fiyhə li hazəl huda. Onun nuru bir əmniyyətli, böyük saraya yönəldən bir nurdur. Belə hidayətdən mənə azmaq da olsa, mənim o azmaqdan qorxum yoxdur. Əbşiri ya əynu, ya əbşiri ya əynə min işraq nurin şamilin, ma əleykə
من زریر سرمدی لا یرا. Ey gözüm, bir genişli nurdan muşluluq ver, sənə də görünməyən əbədi körlük olmayacaqdır. Yoxdur. Niyə ki? Əsbəhət Təbrizu bu beytdir. Əsbəhət Təbrizu indi qiblətən əv məşriqən saətən az haul nurən saətən əbği səla. Niyə ki? Təbriz mənim baxışığımda bir qibləyə çevrilibdir. Təbriz qiblə olubdur. Mən namazlarımı da ona sarqılıram. Məşriqən saətən az haul nurən saətən əbği səla. Bir parlaq günəş, onun bir saatində mən nur axtarıram, bir saatində mən namaz axtarıram. Əyyuhəs saqi ədir kəəsəl bəqa min hubbihi talama bitna mərizən nəbtəği havzə şəfa. Ey saqi, mənə Təbrizin eşqinin sağlıq camini vercinən, qalarcılıq camini dolandır, doldur, vercinən. Gahdan biz məriz oluruq, biz Təbrizdən dərman axtarırıq. Nəbtəği havzə şəfa. Təbriz şəfaxanədir. Biz oradan dərmanlar axtarmalıyıq. La nubali min ləyalin şəyyəbətna burhətən bəədəma sirna şəbabən min rəhiqin daimən. İndi ki biz o camidən hər zaman cavanlaşdıq, biz bəzi gecələr hərdən də bizi neyniyir? O cam qocaldır. Əyyuhəs sahunə fi əyyamihi təsən ləkum işrəbu İxvanəna min kəəsihi tuba ləna. Ey oyaqlar, kül sizin başınıza, gəlin o camidən bizim yoldaşlarla için, onlarla xoş olun siz. Həs-həsəl haqqul haqiqul müstəzi'i min fəzlihi səvfə yəhdin səmin zulmatihim nəhvəl fəza. Həs-həsəl haqq Yusuf surəsində 51-ci ayəd oradaca. O cami ki siz Təbrizin eşqində içirsiniz, parlaq, dümdüz həqiqət o camidə üzə çıxır. Çox çəkməz Təbriz adamları qaranlıqdan göyə, hidayətə irəli sürəcəkdir. Çox çəkməz. Ya ləhə min su'e həzzin mu'rizin ən fəzlihi münkirin müstəkbirin hayran fi vadir rəda. Yazıqlar olsun o insana Təbrizdən olan fəzilətdən üz çöndərə. Belə adam ölüm çölündə münkür, müstəkbir və heyrətdə qalacaqdır. Mu'rizin ən əyni ədlin müstədimin lil bəqa talibin lil maifi vəsvas yevmil lil kəra. Yazıqlar olsun o insana Təbrizdə olan qalarcı ədalətdən üz döndərə. Su varmaq günü su axtarmaq əndişəsində ola. Əynə bəhrin, axırıncı beytidir bu qəzəldə. Əynə bəhrin fuccirət min ərz Təbrizin ləhə ərz Təbrizin fidakə ruhuna ni'məssəra. Bu demək olar ki Təbriz toprağında, Təbriz yurdunda bir dəniz vardır. Pinara oxşar, çeşməyə oxşar bir coşar çeşmə vardır. Ey Təbrizin yurdu, ruhum sənə fəda olsun. Sən nə gözəl yurtsan. Ramazan bayramıyız mübarək olsun. Sağ olasınız, gələn görüşə qədər.